İspanya'nın Sevilla şəhərindən salamlar dostlar. Gördüğünüz kimi Türkiye avtobusu otelin karşısındadır ve bugün İspanya Türkiye görüşü olacaq. Dünya çempionatının grup mərhələsində Azərbaycan bayrağını görürsünüz. Qarabağ formasıyla gəlmişəm. Birazdan oyuncuları qarşılayacağıq. Bəli dostlar, deməli bu otel stadiondan bir qədər uzaqdır, amma İspanların qaldığı otel isə stadiona daha da yaxındır. Stadion Cartuja stadyonu və 2 avtobus gördüğünüz kimi eyni ilə İspanyada da 2 avtobus vardır. Biri məşqçilərin və digəri isə futbolçuların olduğu avtobusda görürsünüz yazılıb İspanya, Türkiye 18 noyabr 2025-ci il. Buradan Azərbaycana salamlar dostlar. Lerikə Lənkərana salamlar. Öpürəm.